Dostlar, bugün gəlmişik yenidən təsərrüfata, çəkilişlər eləməyə, sizə yeni məlumatlar verməyə. Bugün hinduşkaları biz gətirmişik çaya, çünki çınqıl yesinlər deyə. Təmərlan, gəl bunları çək bir dənə. Belə yerlərə gələndə hinduşkalar, bu biraz bizim təsərrüfatımızdan uzaqdadır, 200-300 metri çıxartmışıq. Bundan əvvəl bunları lap geniş yerlərə aparırdıq. 4-5 kilometre, yəni bir gündə bunları gəzdiririk biz. Hal-hazırda damazlıq olduqları üçün, yumurta yumurtladıqları üçün biz bunları o qədər çox gəzdirə bilmirik. Ancaq bağa buraxırıq ki, gedib belə yerlərdə yumurtlamasınlar. Çünki hinduşkalar belə yer gördü mü yumurtlamaq istəyirlər. Və görürsünüz dostlar, necə də quşlar stressizdirlər, necə də sevinirlər, sevincindən ölürlər. Baxın onlara bir dənə, balalarımız da onlardır. Onları da gətirmişik. Şuraka qurudla Təmərlan 2x elə çək. Şuraka qurudlardır, bir də ki baf hinduşkalarımızdır. Burbonla qarışığı da var içində, tünd rənglisi. Təmiz burbon tapsam inşallah onunla da qarışdıracağım ki daha tünd rənglər olur. Çək Təmərlan, bu kül rəngiləri çək, kül rəngilər görün nə qəşəng etdir. İnşallah dekabr ayından bunları ayrı-ayrı yerlərdə saxlayacağıq ki sizə daha yaxşı, təmiz qan hinduşkalar verir. Hal-hazırda bunların xoruzları hibridlər xoruzuq eləyir bunlara hamısını. Sevdiyim bronzlara, stavropollara və hibrid hinduşkalarımıza. Yəni bu o deməkdir ki, daha yaxşı nəticə verəcək bunların balaları. Hibridlər çünki nəhəngdir. 7 ayını keçib 21 kilonu keçib bir şey. Yəni, çox super hinduşkalar. İnşallah YouTube kanalımıza abone olun. Bundan da daha yaxşı videolar gələcək inşallah. Çınqıl daş axtarıb daşları yeyir. Kül rəngilərdir, 6 ay tamam olmayıb. Ortalama 10 kilogram çəkiləri var. İnşallah 15-17 kilogram kül rəngilər olacaq. Bu da stavropol hinduşkamız, bu tək qalıb. Bunu da inşallah özümüz üçün kəsəcəyik. Bu bizə hal-hazırda lazım deyil. Bundan sonra gələn nəsildən inşallah damazlı kuş saxlayacağıq. Hibridlər arasında liderliyi uğrunda mübarizə. Deyəsən gigant liderliyi götürmək istəyir, hə Təmərlan? Hə, gigant lider olmaq istəyir təzədən. Gigant indi aktivləşib, qəşəngdir. Yağlanmağa qoymamışıq. Tam təbii damazlıq baxılır 21 kilogramdır. Deyəsən döydü gigant, indi lider olacaq təzədən. Gigant. Bu aylar hinduşkaların ən sevdiyi havadır. Mənim dediyim kimi isti amma sərin. Yəni də çox isti olmasın. Amma hava şəraiti yaxşı olsun da. Elə bil ki təxmini neçə dərəcə var bir gün? 16, 20 dərəcə, 21 dərəcə, 24 dərəcə. Yəni çox isti olanda xoşlamırlar. Bizim kimi kölgəli yerləri olsun burada. Bizim örüş sahəmiz böyükdür. Örüşdə ağaclar var. Hal-hazırda payız ayıdır. Ağaclar yarpaqlarını tökür. Yayda bizim üçün çox əladır bu ağacların olması. Təbiətimizi qoruyaq, hinduşkalarımıza da baxaq. Gülü 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 gülü. Dostlar izleyin, təbiətdə nə qəşəng otlayırlar. Keçən həftə gördüyünüz kimi məsəl paylaşmışdım, ağaclar saralmışdı. İndi görürsünüz ki ağaclar yarpaqlarını töküblər. Hinduşkalarımızda da buğda töküblər. Təmərlan biraz israf edir buğdaya. Təmərlan bu qədər çox tökmə örüşdə olan günləri, yaxşı mı? Ot çıxır oradan. Ot çıxır. Azlıq təsərrüfatımızdır.
Bütün cinslərdən biz burada saxlamışıq. Görürsünüz. İnşallah dekabr ayından bunları ayıracağıq. Ayrı-ayrı cinslərin balaları, yumurtaları ayrı-ayrı satılacaq. Amma hal-hazırda bunlara hibridlər xoruzluq eləyir. Yəni balalar daha möhkəm, daha böyük, iri olacaq, amma bir təmiz cins olmayacaqsa qarışıq olacaq. Amma hibridin balaları təmiz hibridlərdir. Evet, çək kameranı göstər. Bu bizim damazlıq təsərrüfatımızdır. Damazlıq təsərrüfatda ən əsası hinduşkaların stresə düşməməsidir. Siz əgər damazlıq hinduşkaya baxırsınızsa, ona ilk öncədən düzgün yemləmə çox vacibdir. Yəni, demək olar bizdə 90% fermerlər hinduşkalara baxanda yemi az verirlər, sonra keyfiyyətli yem vermirlər. Onun üçün də bu hinduşkalar yaxşı inkişaf eləmir və yumurta verimləri aşağı olur. Ondan sonraki nəsildə olan fərdlər də, onların balaları da, nəticələri də, nəvələri də zəif olur. Və cırlaşma gedir yavaş-yavaş. Damazlıq hinduşka baxanda siz ilk öncə ona düzgün şəkildə baxım qaydasını tam tətbiq etməlisiniz. Həm damazlıqda, həm ətlikdə ən əsası bu hinduşkaların stresə düşməməsidir. Stresə düşəndə o çəki yığmır, stresə düşəndə yumurtlamır. Nə də ki, normal, yəni immuniteti qalır onun. İmmuniteti zəif olduğu üçün tez xəstəliklərə qarşı həssas olur, tez olsun xəstəliklərə və ölümlə nəticələnə bilər bu hallar. Stresdə olmamaları üçün hinduşkalara, yəni heç olmasa biraz yeriniz olmalıdır ki, onlar gəlsin, ağaca çıxsın. Ağac yoxdursa sizin yerinizdə, siz süni taxtalardan onlara ağac kimi, meşədə olmalığı kimi bir yer düzəldə bilərsiniz. Bizdə orada var, biraz dağıdıblar oranı, amma yenidən inşallah düzəldəcək. Aşağı tərəfdə də olduğu üçün bizə çox ehtiyac deyil. Yuxarıda çıxa bilirlər, ağacların təpələrinə çıxırlar. İndi isə gərək bizim əsl sualımızın cavabına. Ətliyi baxın, damazlıq baxın, necə baxın. Yəni bunlar sizə öz şəraitinizə uyğun olmalıdır. Ətliyi məqsədlə baxacaqsınızsa, ən ideal kəsilmə vaxtı onun 8 aydır. 8 ayında ətinin dadı tam formalaşır, tam necə deyirlər, yəni kabablıdır, qəşəng. Kababını vur yedə, nə var ki. 6 ayında bunlar təmiz əzələ ilə çəkilirlər. Və 7-8-ci ayla bunlar yağlanmağa meyilli olurlar, başlayırlar yağlanmağa. Sizin verdiyiniz yemdən asılı olaraq. Bir də ki, soyuq söhbəti niyə görə var? Deyirlər, hinduşka soyuqda dadlı olur. Soyuq olanda hinduşka başlayır özünə əlavə yağ yığmağa. Yəni bu təbiətin qanunudur. Yəni yağ yığırlar ki, üşüməsinlər deyə və ya yem tapmadıqları vaxt yağını yandırsın, bu ona kalori versin deyə yağlanmağa meyilli olurlar, biraz soyuq dəyən kimi. Və hinduşkanı da bütün fəsillər rahatlıqla yeyə bilərsiniz. Yəni bütün fəsillər yemək olar, amma qışda yağlı olacaq, qəşəng olacaq. O da ki, baxımdan asılıdır. Yəni elə adam var, hinduşkaya baxa bilmir, hinduşkasını alırsan. Deməyə söz yox, deyəşin, deməyə söz yox. Yəni damazlıq alırsınız, ətli alırsınız. Ən əsası sizə lazım olan düzgün genetikası olan hinduşka almaqdır. Bunu da sizə lazımdır sizin güvənə biləcəyiniz təsərrüfatçılar, güvənə bildiyiniz fermerlər, ticarətçilər, sizə bunlar lazımdır. Yoxsa yəni hər özünü tərifləyəndən fermer olmur, hər özünü tərifləyəndən ticarətçi, halverçi, suda heç nə olmur. Odur ki, sizə faktiki sübutlarla bunları sübut edə bilsin. Bax, biz bu hinduşkaları 3 ayında 6 kilo yarım çəkəndə heç kim inanmırdı bizə. Deyir də, sən fırıldaqsan, sən yalan danışırsan. Amma orada bir dənə adam paylaşır hinduşkalar arağıza düşürdür toyuqlara. Deyir, nəsə, o nə idi, o bitkinin adı? Nəysə suyudur, hansı bitki idi o, Təmərlan? Ağacda bitirir, bırak.
Ağacda bitən bir bitki nə idi onun adı? Əzgil idi, əzgil hə? İncilər. Hə, əzgilin suyunu hinduşkanın boğazına sıxır ki, onda olan mikoplazma xəstəliyi, xroniki xəstəliyi olan xəstəlik. Dostlar, biz 3 dənə ləzgiyik burada. Biz Azərbaycanca bu sözün qarşılığını tapa bilmədik. Siz bilirsinizsə siz yazarsınız komentariya. Əncildir, yoxsa əncirdir, incirdir, yoxsa əzgildir. Hansı daxil siz başa düşdünüz onu. Onun suyunu, onun istədiyim südünü boğazına sıxır ki, hinduşkanın soyuğun deyir, bu sağaldır. O sağalda bilməz. Ola bilər ki, siz yayda onlara xroniki tənəffüs yolları infeksiyalarına tutulmasın deyə profilaktik olaraq nanə cövhəri var. Nanə cövhəri, nanə. Gördüyünüz soğuk, hibrid soğukdur. Bronz 708 ilə Big 6 dediğiniz hinduşka, Big 6 konverter deyirlər, Big 6 deyirlər. O hinduşkanın törəməsidir. Ondan sonra bir də bunlar bronz 708-dən törəmə alınır və nəticədə bu bir sort yaranır. Buna biz ad vermək istəyirik. Qusarın hinduşkası, Qusarın yerli hinduşkası deyirik. Örneğin hinduşkalar nə desən, günəş verirlər, özlərini gün verirlər. Mən də əyləşmək istədim bunların yanında, belə olmaz axı. Dostlar, bu sort həm ətliyə, həm yumurtalığa ən super sortlardan biridir. Bizdə bunun balası olur hal-hazırda. Biz eləyək ki, deyirlər bizdəki hinduşkalar da ki, sizdəki kimi ağır olsun, ağır çəkili olsun. Bizdə kökəltmək söhbət gələndə bizdə kök hinduşka yoxdur hal-hazırda. Baxın, gəlin bura inşallah. Baxın, bu 21 kilodan keçirilən, 21 kilodan bir gigantdır. Bu heç bunda istədiyim, yəni pi yoxdur bunda, pi yoxdur. Qanadına baxın, qanadından biləcəksiniz. Qal da səndə. Burada söz danışırıq, elədiyin hərəkətə bax. Yəni biz damazlıq saxladığımız üçün hal-hazırda kökəltmirik onları. Kökəltmək üçün sizə ən vacibi lazımdır. Böyük hinduşkanızın olmasını istəyirsinizsə, sizə lazımdır genetik faktorlar. Sizə lazımdır təmiz qan, hinduşka cinsi. Hinduşkalar da cinsinə görə çox fərqlənir. Bizim təsərrüfatımızda hal-hazırda 7 ayrı cins var. Onlardan bronzu biz optovoy verə bilirik. Bir təsərrüfatımızda var. O təsərrüfatında sizə nə qədər say lazım olsa bronz məsələn, ancaq optovoy 500, 1000, 2000, minimal 100 dənə. İnşallah verə bilirik sizə. Bu təsərrüfatımızda da bizdə 7 ayrı cins var. Hərənin özünə uyğun xüsusiyyətləri var. Külləngi və baf haqqında danışaq. Orada narıncı gördüyünüz, qırmızı dediyimiz, onları görürsünüz. Onlar bir də ki külləngi. Külləngilər və baf hinduşkalar demək olar bir-birinə yaxındılar. Həm yumurta verimində, həm də ki ət verimində. Ortalama 100 ədəd yumurta verirlər. Yumurta verimləri çox qəşəngdir. Onların ət verimi də 6 ayında istədiyim 10-12 kiloqram arası, 13 kiloqram arası belə dəyişir. Baxımdan asılı təbii ki. Siz qəşəng baxım qaydasını, ilk sıfırdan baxım qaydasını da mənim əvvəlki videomdan izləyə bilərsiniz. Orada mən üstündən keçmişəm. İnşallah gələn videolarda daha da ətraflı məlumat verəcəm sizə. Yəni bir mövzunu daha ətraflı danışacağıq inşallah. Sonra Stavropol sortu var. Stavropol demək olar onlara yaxındır, amma Stavropolun yumurta verimi onlardan daha çoxdur. Stavropol yumurtalarımız bu Stavropol sortumuz 6 ayı, bu gün rovnu 6 aydı onun. Bundan bir dənə qalır. Bunlardan çox idi biz kəsdik, satdıq, yedik. Yəni bir dənə qalır. Bunu da inşallah ya kəsəcək, ya da qalacaq, bu saxlayacaq. Hələ dəqiq bilinmir. Onlar 6 aya yığır, 10-12 kiloqram, 13 kiloqram belə çəkiyə ayırılır. Amma yumurta verimi 110, belə 100-dən yuxarıdır yəni. Çox qəşəng yumurta verimləri bu stavropollara. Həm də ki daha dözümlü olurlar soyuq havalara qarşı. Sonra deyim sizə, yağlanmağa daha yaxşıdırlar. Bir də yağlanma deyəndə ilk mənim ağlıma gələn sortdan sizə söhbət edeyim. Belый şirokogrud. Bizim dilimizə çevirsək, ağ geniş döşlü hinduşka. Onun hal-hazırda bizdə bağları var, böyüklər artıq qalmayıb, biz də onları satmışıq hamısını. İnşallah bunları saxlayacağıq biz damazlıq kimi.
Bunlar Stavropol'da şiraka qurursan, şiraka qururlar hə hamısı. Gəl bunlar da şiraka qururlar. De baxın, bunun yəni balaca olmasına baxmayaraq bu çox ətlidir. Bu da özü fərədir, amma yəni ətlidir. Bunlar həm ət yığmağa, həm də ki piylənməyə çox meyillidirlər. Bunlar yəni 5 ayında 11-12 kiloqram bizdə olub. 6 ayında 13-14 kiloqram yığa bilirlər. Və əsas da piylənmə hinduşkalarda 6-8 ay arası gedir. Kəsmə də ən gec 10 ayında kəsməyi sizə məsləhət görürəm. 10 ayından sonra onun ət keyfiyyəti yavaş-yavaş azalır. 8 ayında kəssəniz ən əla vaxtıdır. Və düzgün bəslənmə qaydası ilə bəsləyib sonra kəsməyi məsləhət görürəm sizə. Ətliyi təsərrüfatınızda. Bu görürsünüz, bunlar hibridlərdir. Bunlar Big 6 ilə Bronze 708-in hibrididir. Bir dəfə Bronze 708 və hibridi olunub və sonra yenidən o hibrid Bronze 708 ilə hibrid olunub və bu sort əmələ gəlir. Bu sort çox qəşəng sortdur. 6 ayında bizə 16 kiloqram oldu bunun erkeği. Hal-hazırda o 21 kiloqramdır. 7 ay 7 günlük dronudur. Bu bizim canavarımızdır.